Salam. İndi biz limitdə yaddan çıxan 29-dan 45-ə qədər olan misalları həll edəcəyik. Nömrə 29. 29 nömrəli misal deməli birinci görkəmli limitə əsaslanır. Orada belə bir nəticə var ki, limit x a-ya yaxınlaşanda sinus ax böl bx bərabərdir a böl b. Bu nəticəyə görə eləsək bunu. Cavab onda olacaq 1 böl kök altda 3, 1 bölünsün 1. Bu deyilir 1 böl kök altda 3. Cavab C bəndi. 30. 30 yenə həmin nəticəyə görə edir kök altda 2 böl 1. Bu deyilir kök altda 2. Cavab C bəndi. 31. 31 də yenə həmin nəticədən istifadə eləsək. 0,2 böl 1. Bu deyilir 0,2. Cavab D bəndi. 32. 32-də deməli limitdə əsas şərt bilirsiniz. Başlayan kimi veriləni qoymaq lazım dəyişənin yerinə. X-in yerinə 3 qoysuq. Surət də 0 eləyir, məxrəc də 0 eləyir. 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir. Surəti vurğulara ayıraq. 4 çıxır mötərizə xaricə. X kvadrat çıx 9. X minus 3. 4 sabit vurğudur. Limit işarəsi xaricinə çıxar. X kvadrat minus 9-u vurğulara ayıranda x minus 3, x plus 3. X minus 3'lər ixtisar gedər. Qalar deməli 4 vurulsun limit. X 3'ə yaxınlaşanda x plus 3. X'in yerinə 3 qoyan eləyir 6, 4 də 6 eləyir 24. Cavab B bəndi. 33. X'in yerinə mənfi 2 qoysuq. Məxrəc 0, surət də 0 eləyir. Beşi çıxardaq mötərizə xaricinə. Qalır x kvadrat minus 4. Məxrəcdə x plus 2. Limit x yaxınlaşanda mənfi 2-yə. X kvadrat minus 4 kvadratlar fərqinə görə vurğulara ayrılsa x minus 2, x plus 2. Məxrəcdə də x plus 2. X plus 2'lər getdi ixtisar. Limit x mənfi 2'yə yaxınlaşanda 5 vurulsun x minus 2. X'in yerinə mənfi 2 yazsıq. Bu deyilir mənfi 20. Cavab C bəndi. 34. Limit x 0'a yaxınlaşanda sinus x böl 2x. Birinci görkəmli limitdən alınan nəticəyə görə x-in əmsalı sinusa burada 1'dir, aşağıda 2'dir. 1 bölü 2'yə eləyir 2'də 1. Cavab Y bəndi. 35. Limit x 0'a yaxınlaşanda x kvadrat plus 6x, x kvadrat plus 3x. X'in yerinə 0 yazanda olur 0 böl 0. X'in mötərizə xaricinə çıxarsıq. X plus 6, x plus 3. X'lar ixtisara gedir. Limit x 0'a yaxınlaşanda x plus 6, x plus 3.
X'in yerine 0 koysun. 0 plus 6, 0 plus 3. 6 bölü 3 bu deyilir 2. Cevap A bəndi. Otuz altı. Yine x'in yerine 0 yazaq. Yuxarıda elir 0, aşağıda da elir 0. Qeyri-müəyyənlik alındı. Limit x yaxınlaşanda 0'a x çıxır mötərizə xaricinə x minus 4. Aşağıdan da x çıxır x minus 2. İxtisar getdi ixtisara. Limit x 0'a yaxınlaşanda x minus 4 x minus 2. X'in yerine 0 yazsıq. Mənfi 4 bölü mənfi 2 bu deyilir 2. C bəndi. 37. Limit x 0'a yaxınlaşanda sinus 5x bölü sinus 2x. Yine bu da nəticədir. 5 bölü 2 eləyir. Yəni beləncə götürmək olar. 5 bölü 2 2,5 Y bəndi. Yəni həmin nəticə yazıram aşağıda. Limit x a'ya yaxınlaşanda sinus ax bölü sinus bx. Birinci görkəmli limitdən çıxan nəticələrdir. Bu tangencində var. Amma kosinus üçün kotangencin olmurdu. Əgər sinus yerine tangensi olsa düz. Bu nəticədən istifadə elədik. Otuz 8'e de onda cevap eləyəcək 4 bölü 5. Bu deyilir 0,8. B bəndi. 39. 39 ikinci görkəmli limitə aiddir. İkinci görkəmli limit belədir. Limit x sonsuzluğa yaxınlaşanda kırmızı ilə yazın. Limit x sonsuzluğa yaxınlaşanda 1 plus 1 bölü x üssü x. Bu bərabərdir y. Y də bildiyimiz ədəddir. Təqribən 2,7'dir. Eyni ədədi deyirlər buna. Və yaxud ikinci variantı da var bunun. Limit x 0'a yaxınlaşanda 1 plus x üssü 1 bölü x bərabərdir y. Buradan da bir dənə nəticə çıxır ki, limit bu ikinci görkəmli limitdir. Bunlar ikisi də. Nəticə də yaza bilərik. Limit x sonsuzluğa yaxınlaşanda 1 plus a bölü x üssü x y üssü a və yaxud limit x 0'a yaxınlaşanda 1 plus ax üssü x. Burada belə olan x bölü a. Bu deyilir y üssü a. O belə nəticələr də var. Keçək indi nömrə 39'a. Limit x yaxınlaşanda sonsuzluğa x minus 5 bölü x üssü x bərabərdir. Limit
Eğer x'in yerine sonsuzluq qoysuq, kəsin surət də sonsuzluqdur, məxrəc də sonsuzluqdur. Sonsuzluq bölü sonsuzluq şəklində qeyri-müəyyənlikdir. Ona görə keçirik. X-ə böləndə eləyir 1 minus ya da yazaq minus 5 bölü x. Üssü x. Onda bu da dediyimiz nəticə ki var idi yuxarıda. Birinci nəticədir. Bu bərabər olacaq. Y üssü mənfi 5. C bəndi. X'in yerine 1 yazanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir. Qeyri-müəyyənlikdən qurtarmaq üçün surətli məxrəci vurğuları ayıraq. X minus 1'ə ixtisar gedir. Bir plus 1 41 limit x yaxınlaşanda mənfi 1'ə x kvadrat minus 1'i vurğulara ayırırıq. X minus 1, x plus 1. Bu da qeyri-müəyyənli idi. Yoxladıq. 0 bölünsün 0 şəklində. Məxrəci də kublar cəminə görə vurğulara ayıranda x kvadrat minus x plus 1 eləyir. X plus 1'lər gedir ixtisara. Limit x yaxınlaşanda mənfi 1'ə. Surətdə qalır x minus 1. Məxrəcdə qalır x kvadrat minus x plus 1. X'in yerine mənfi 1 yazanda surət eləyir mənfi 1 çıx 1, məxrəc eləyir 1 plus 1 plus 1. Bu da bərabər olur mənfi 3'də 2. Cavab Y bəndi. Qırx iki. X 1'ə yaxınlaşanda deməli birinci 0 eləyir. Birinci mötərizə 0 eləyir. İkinci isə 1 bölünsün 0 sonsuzluq eləyir. 1'dən sonsuzluq çıxanda sonsuzluq, 0 bölünsün sonsuzluq. Bu 0 bölünsün sonsuzluq şəklində qeyri-müəyyənlikdir. Deməli qeyri-müəyyənlikdən qurtarmaq üçün çevirmə aparaq. Limit x yaxınlaşanda 1'ə x kvadrat çıxır mötərizə xaricinə x minus 1. Burada da çıxma yerinə yetirsək x minus 1. X minus 1 minus x bərabərdir. X minus 1'lər getdi ixtisar. X yaxınlaşanda 1'ə x kvadrat burası mənfi 1. X'in yerine 1 qoysuq, bu deyilər mənfi 1. Cavab C bəndi. 43. 43 də həmin tip misaldandır. X'in yerine mənfi 1 qoysuq, 0 burasının sonsuzluq şəklində qeyri-müəyyənlik alınır. Limit x yaxınlaşanda mənfi 1'ə x kvadrat çıxdı mötərizə xaricinə x plus 1. Burada da çıxma yerinə yetirsək olacaq x plus 1, x plus 1 çıxmaq x. Deməli, x plus 1'lər getdi ixtisara, qaldı. Limit x yaxınlaşanda mənfi 1'ə x kvadrat vurulsun 1 o da x kvadrat edir. X'in yerinə mənfi 1 qoyanda elədi 1. 43'də elədi 1. C bəndi. 44. Limit x 2'ye yaxınlaşanda 1 bölmə x minus 2
Çıxılsın 12 bölmə x kub minus 8. X-in yerinə x 2'ye yaxınlaşan ədəd olanda məxrəc gedir 0-a. Məxrəc 0-a gedəndə kəsirin qiyməti sonsuzluğa yaxınlaşır. Bu da sonsuzluq şəklində qeyri-müəyyənlidir. Çıxma yerinə yetirək. Deməli, x kub 1 çıxmaq x minus 8. X kub minus 8'i kublar fərqinə görə vurgulara ayıraq. X minus 2, x kvadrat plus 2x plus 4. Bu da 12. Bərabərdir. X yaxınlaşandakı ortaq məxrəc x minus 2, x kvadrat plus 2x plus 4. Bura birinciyə böləndə eləyir x kvadrat plus 2x plus 4. İkinciyə də bura düşürdü o. X kvadrat plus 2x plus 4. Burada düşür 1. Minus 12. X 2'ye yaxınlaşanda məxrəcdə deməli x minus 2, surətdə x kvadrat plus 2x plus 4. Burada deyilir x kvadrat plus 2x minus 8. Surət kvadrat üzərindedir. Onu vurgulara ayırmaq üçün köklərin seçmə üsulundan tapa bilərik. Vuranda -8, toplayanda -2 eləyən ədəd -4-dən 2'dir. Deməli, surətin sıfırları -4-dən 2 olduğuna görə, məlum pusuna görə onda olacaq x plus 4. Deməli, -4-dən -2 dedik, müsbət 2. -4-dən müsbət 2. Onda olacaq x minus 2. X minus 2'lər ixtisara getdi. Limit x 2'ye yaxınlaşanda məxrəcdə oldu x kvadrat plus 2x plus 4. Surətdə oldu x plus 4. X'in yerinə təzədən 2 qoyuruq. 2 plus 4 bölü 4 plus 4 plus 4. Elədir 12'də 6. 12'də 6 da bərabərdir 2'də 1'ə. Deməli oldu 2'də 1. Cavab Y bəndi. X 3'e yaxınlaşanda birinci kəsir sonsuzluğa, ikinci kəsir də sonsuzluğa yaxınlaşır. Deməli qeyri-müəyyənli alındı. Çıxma yerinə yetirək. 1 böl x minus 3 çıxılsın. Məxrəci kublar fərqinə görə vurgulara ayıraq. A kub minus B kub üstünə görə. 27 3'ün kubu olduğuna görə olur x minus 3. X kvadrat plus 3x plus 9. 27. Ortaq məxrəc ikinci kəsir məxrəci eləyir. Birinci kəsir məxrəcinə böləndə qalır x kvadrat plus 3x plus 9. Özünə böləndə 1. Limit x yaxınlaşanda 3'ə çıxma yerinə yetiririk.
Köçürdürük. İndi surəti buralara ayırmaq üçün kvadrat düzəldirik. Surət deməli kvadrat düzəldirik. Onun köklərin seçmə üsulundan tapırıq. Vuranda -18, toplayanda -3 eləyən 2 ədəd tapaq. Deməli onlar eləyir -6 ilə 3. -6 ilə 3 eləyirsə, onu da vurğuları ayıranda olacaq. O -6-nı da -2 yazırıq, 3-ü də -2 yazırıq burada. Qayda belədir. X-3'lər gedir mötərizə xaricinə. İxtisara gedir. Limit x yaxınlaşanda 3'ə. Surətdə x plus 6. Məxrəcdə x kvadrat plus 3x plus 9. X yerine 3 koysun. 3 plus 6. Bu denir 9 plus 9 plus 9. 27'de 9. Bu denir 3'te 1. Cevap 3'te 1. Bundan da qalan misallar qurtardı. İndi bu misallar ki var biz eləyirik, kəsirlər. Kəsirlərin demək olar əksəriyyətin qeyri-müəyyənli olanda 0 bölsün 0 şəklində, bir də sonsuz bölsün sonsuzluq şəklində. Onları məsələn L'Hopital qaydasını eləmək olar. L'Hopital qaydası belədir. Sadəcə bu dərslər keçəndə də törəmə keçilmir. Törəmə keçilmədiyinə görə mən də yazılarımda L'Hopital qaydasından istifadə eləmədim. Amma kurs qutarandan sonra kəsir bu cür qeyri-müəyyənliklər olsa, limit məsəl üçün yaxınlaşır, tutaq ki A-ya, fx böl gx. Əgər 0 bölsün 0, bir də sonsuz bölsün sonsuzluq şəklində qeyri-müəyyənlikdirsə, yazmaq olar limit x yaxınlaşanda A-ya, f'(x) bölünsün g'(x). Beləliklə bunlar daha sadə hesablanır. Məsəl üçün, özüm maraq üçün burada 46-nı eləyim həmin qayda ilə. 46-nı. Limit x 0'a yaxınlaşanda sinus 8x bölü 6x. Deməli 0 bölünsün 0 şəklində qeyri-müəyyənlikdir. Törəmə alırıq surətdən də, məxrəcdən də. Surətdən törəmə alan deyilir kosinus 8x vurulsun 8 mürəkkəb funksiyada 6x'in da törəməsi 6. İndi x'in yerinə 0 qoysuq. 8 ilə 6 ixtisar gedir. 4 böl 3 kosinus 0. Kosinus 0'ın da qiyməti 1'dir. 4 vur 1 böl 3. Eləyir 3'də 4. 3'də 4 də cavab B bəndidir. Birini deyiliyim burada məsəl üçün 48'i. Limit x yaxınlaşanda -2'ye x kvadrat plus 3x plus 2 2x kvadrat plus x minus 6. X'in yerinə -2 yazanda 0, bu da 0 eləyir. 0 bölsün 0 şəklində qeyri-müəyyənlikdir. Nə ayırırıq indi? Törəmə alırıq. Surətdən də, məxrəcdən də. L'Hopital qaydası odur. X kvadratın törəməsi 2x, 3x'in törəməsi 3. Məxrəcdə 2x kvadratın törəməsi 4x, x'in törəməsi 1. İndi x'in yerinə -2 yazırıq. Olur -4 plus 3, -8 plus 1. Bu da bərabər olur deməli olur müsbət 7'də 1. Cavab C bəndi. Yəni kəsirlərin hamısının bu qayda ilə L'Hopital qaydasını eləmək olar. Amma mən əvvəl yazmışam bunları. Hamısı bunların L'Hopital qaydasından istifadə eləməmişəm. Çünki törəmədən əvvəl gəlir də limit. Ona görə törəmə keçilmədiyinə görə o qayda ilə yazmışam. Sağ olun.